Ürək oxuyanın işləri müşkül, gözlərdə göz alan dərinlik qalmır. Onsuz da seyrəlir dost məclisləri, sözlərdə əvvəlki şirinlik qalmır. Yaradıcı adamların sözdən sonra ən böyük qazancı dostlarıdır. Bir dəfə demişdiniz ki, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Musa Yaqub, Məmməd İsmail dünyasını dəyişəndən sonra bilmirəm hara gedim, kiminlə söhbət edim. Seyran Səxavətdə bizim verilişimizdə oxşar bir fikir demişdi. Dünyasını dəyişən dostlarımdan zəng gözləyirəm. Siz özünüzə necə təsəlli verirsiniz? Mən onlardan zəng gözləmirəm. mən onlara mesaj göndərirəm. Öz qələm dostlarımın çoxundan bir fərqim var, bunu açıq deyim. Özümüzdən böyük sözümüz adlı kitabım var. O kitabda Süleyman Rəhimlidən, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən başlayaraq, onların hamısı şəxsən görmüşəm, ünsiyyətimiz olub. Hamısı bugünkü ən cavan şairlərə qədər, Musa Yaqub, Məmməd İsmail, nə bilim, Seyran Səxavət də orada, Ramiz Rövşən də hamısı haqqında balaca portret oçerklər var, yazmışam onların haqqında. Məmməd İsmailin o çomasının yerində tikilən evi görəndə onun haqqında şeiri yazanda qapımı döyür, ağac dələn döy qapımı döyəcəm. Ağac dələn döy qapımı. Sevindim ki, yazdım ki, taxta qapını döyən dəmir qapını döyməz, yəni da o qapını döyən olmayacaq. Gözlərinə də deyirəm, mən sizdən daha diqqətliyəm. Deyirlər, yox, sən bunları bizdən, bəzən zarafata bizdən yaxşı yazırsan, bəhanədir, biz belə yazmırıq. Mən doğrudan o portret oçerklərdə həm onun yaradıcılığını, həm də şəxsiyyətini çalışıram göstərim. Biz var olduqca, dostlarımız da bizlə bir yerdə var. Əlbəttə, Seyranın arzusu gözəl arzudur, amma məncə onlar oradan zəng gəlməyəcək. Biz hərdən onları xatırladan yazılar yazmalıyıq.